Ağzıma girmək səndən. Uşaqlar bilmirəm. Bax, sizə bir ev göstərəcəm. Allaha dəli olasın. Evin hasarı birbaşa məndədir. Birbaşa məndədir evin hasarı. Sadəcə hasar düşmür. Niyə düşmür onu bilmirəm. Topa düşmədi. Hasarı deyəsən səhv götürmüşük. Hə, axır ki, gör, qaz pulu borcun içində batır, yiyəsin. Axır ki açdı. Gəlirsiniz bura bax, işığı yandırın. İşığa bax, yanmadı, bəxtim yoxdur. Yanmadı. Deyəsən elektrikdə problem var. Yandı. Samal Əsəd Əhmədov küçəsində 3 otaqlı sizə bir ev göstərir. Baxın, 3 otaqlı. 3 dənə otağı var. Kuxunanı da otaq eləsiniz, yataq 4 olur. Bax, bir də axıllı buradan fikir verin. Burada bir dənə kuxuna yaradın, üstü olacaq. Olsun bomba kimi. Zərf edirəm, 3 otaqlı bir dənə evdir. Gəlin sizə evi göstərim. Bax, evə görün nə deyirəm. Evə 88.450 manat 25 qəpik pul qoyur. Yəni ki, 88.455 manat 25 qəpik. Yəni bu evin təmirinə pul qoyulub. Ağzımın içinə girməyə şəhərlər. Ağzıma ara girirsən. Ara girsə, gəl, gəçək. Deyan da bir. Gəlin sizə bax, birinci otağı göstərirəm. Bax, otağa bax. Sən can otağa bax. Vitraj pəncərə deyirlər. Özüm ömrü boya heç adım bilmirəm. Vitraj pəncərə bax, açırsan. Mənzərəyə bax, birbaşa. Bax, baba bir dənə çək. Bax. Görürsünüz uşaqlar, birbaşa Targovu sentr. Şəhərin mərkəzi Targovu sentr. Birbaşa bax, açdım parkı gördünüz də, yəni kamerada indi mən görmürəm onu göz yumla. Birbaşa təmiz, açıq. Targovu sentr. Nə bilim ya, ağzıma gələn danışacağım büyütsə. Bura yataq otağının harasıdır, hamam tualeti. Baxın, yataq otağında hamam tualeti var. Girirsən, girdim. Mən boyda adam bura sığmır. Ya sığır, sığır əslində. Ördü, suyu açdın, çimdi. Bir dənə şampun, sabun. Baba bir dənə açacağım, baba. Suyu açmağa. Bax, baba bir dənə səsə bax. Bax, gör nətər üstücəm. Mil, babam mil. Uçacaq bir dəqiq üstündə, neysə. Suyu açırsan, su gəlirmiş. Neysə, burada da ki, istilik sistemi var. Var, işığa bax, qorqama bax. Gəl bunu çək, bunu çək. Bax, işığa bax. Oba, yandırırsan gecə. Məsəl üçün, gör nə deyirəm, bax, işığı söndürdün. Bax, bunu yandırdın. Oy, nə? Nətər olurdu? Hə, deyəm. Nə oldu? Neyse başım bıraktım, neyse onu başım bıraktım, yanmadı. Bura mənzilimizin birinci yataq otağıdır. Bura haradır səncə? Baba, indi gəzimizə nə deyirlər, sən bil. Targo olsun. Bura nə targo, yox, tantuni dönərxana, holdur bura, hol. Bura holudur. Holu yarım hektar. Yəni holunda, bax, bugünkü gün kimsə rayondan alıb, qonağın gəldi. Açdı solu buradan o başa kimi. Açdın 150 nəfər bura rahat tutur. Yəni 150 nəfər oturdu, qəşəng, səliqəli burada ad gün keçirdiniz, parti, nə bilim nə. Holdan da var, buna bax ya, buna bax ya, bura bax ya. Özümün sənət əsərdə, lüstra bax, bir dəfə sil qalsın üstündə, yəni elə bir şey. Lüstr, baba, buradan da zaldan hara gedir, birbaşa dəniz, bir dənə dənizi göstər. Yəni 150x-ə qoysunuz, okeanı da görərsiniz. 150x, yəni okean gör ki, bura mənzilimizin zalıdır. Zalı. Hamısı qaqon bunların üstündə əziyyəti olur. Yəni ki, daraq, lepqa, yer yolka var, laminat. Yerə var, yolka var. Bilsən neçədir? Aradan biləsini, başın çıxır. 28 manat. 30 manatdır. Yəni 28 qapılar. Burada belə də açılır, nə? Gözə görməsidir də. Üstümüzə düşməsi yaxşıdır. Mil. Açdın oldu zal. O rayondan gəldi, o kişilər ayrı, arvadlar da ayrı da. Ya xanımlar da, arvadlar izləyirsə. Xanımlar ayrı da, kişilər orada oturdu. Xanımlar da burada oturdu. Ad gün keçib park. Ən gözəl yerə gəldi. Gəl bax. Bura nədir? Bura nədir? Bura. Hə. Bura da supermarketlərinin. Bəli, bura gördüyünüz kimi uşaqlar maşın servisidir. Bura moykadır. Moyka yox, kuxnadır, bu da moykası. Kuxnanın moykası, açırsan. Buralığın adını bilmirəm, nə qoyurlar. Bura paltar yuvan, qab yuvan qoyub. Bura bir dənə də qab yuvan girir. Bura paltar yuvanın yeridir.
Orada nə bilim ayaqqabı üçün şkaf qoydum bura. Bax, bunlar var ha, bax bunlar. Bunların hərəsi, qaqa gördüyün ki, bunun hamısı İtaliyadan gəlib. Ağzıma girmək sənlə İtaliyadan gəlib 150 dollara. Yiyəsi and içir ki 150 dollar pul vermişəm, yəni ev yiyəsi. Hamısı bahalı şeylərdir. Buradan da kuxunadan var, bura bir dənə şey açılır. Bax, bir dəqiqə qaqon baxsın. Gəldim burada oturdum. Panoramaya bax. Dağ, dərə, meşəli. Hamısı bir dənə səs-küy olanmaz. Bax, ağaca bax görsən, sarı ağacdır bax. Uzanıb. Gör nə yetərdir. Park tikirlər orada. Yəni deyim sizə biləsiniz park. Burada oturdunuz, sol, dincəldiniz, bisetka dənizə baxırsınız. Qəşəng. Ləzzətli. Bu da kolonkadır. Yəni litr zat. Bura kim qoyub boyanı bilmirəm. Nəysə. Burada yer var ha. Yer. Özümün Şahruxan yollayıb. Hindistanın. Şahruxan özü dəngilib ki, buranı yəni ki, qaqon sənə kafelləri yollayacaq. Mən də açmışam, demişəm ki, qardaş, Allah sənin köməyin olsun. Gəl, sonra sənə hara yollayım, ikinci yataq otağı. Baxın. İkinci yataq otağı nədir? Bura diskosar gedir əslində. Divar var ha, çəkir. Divar bilirsən nədir? Qayadan gətirmişik. Daş, qaya, dərə, hamısı var. Birbaşa dur belə şəkil çəkdir, o məhcə. Elə biləcəklər ki, dağdıyam. Görsən, bax, bir dənə şəkil çək. Belə bir dənə, görsən, dağ, dərə, hamısı dağ daşlarıdır. Bax, bir dənə əli vurursan, əlin ütkünlə qalır, neysə. Buranın da yeri, zadı, əla, bomba kimi. Holda ikinci tualetimiz var. Bravo, tualetə bax. Tualet görə istirahət mərkəzi deyilər. Gir, yat, bir də sabahaya. Gəl bura bax, hələm, gəl bura bax. İkinci duş kabina, en sevdiyim yer. Ömrü boyu evimizdə vedri ilə silmişik var. Belə yerə girirəm, sevinirəm. Öz evimizdə vedrədir. Quruşkanı tökürsən, açırsan suyu. Su gəlir. Açırsan su gəlir. Nəysə. Burada da bundan var. Gəl bura. Gəl bura. Gəl bax. Gəl bax. Bax. Meşəli. Bax, ağaca bax. Meşə. Bura birbaşa meşədir. Nəysə. Buranı. Nəysə. Başım bıraxdıq onda. Görürsən də bu evi. Gəl bunlara bax, şakır, gəl bunlara bax, evdə. Mən bilmirəm, evi göstərəm. Bax, bunu Pakistanın elə bir baş naziri verib, Allah onun köməyi olsun, onu ev yiyəsinə verib. Ev yiyəsidəki diplomatdır kimsə. Yəni, hörmətli bir qardaşımızdır, Allah onun köməyi olsun. Mənə də bura gətirib başımı oynatır, itin oynatır. Bax, bunların hamısı suvenirdir. Tək and içirlər ki, daşa dəmir and içirlər ki, bunlar var ha, bax, bu sistem. 10.000 manat pul xərcləyir. Görürsünüz, bax, şkaf, boydan boya şkaf. Bax, 10.000 manat pul xərcləyir. Bax, bu var ha, görürsən, bu nədir? Bu brilyantdan. Yəni, elə belə şeydir. 10.000 manat, tək bunlar ha. O, evi canavar eləyib də. Gəl buna bax, şak. Yəni, mən qardaşım burada şəklini çək. Atacam şeydə, Instagramda görüb şey deyəm, belə. Mən yoxdur. Nəysə, görürsən, hamısı. Hamısı əla. Bomba kimi. Yəni ki, bu evi satırlar. Nətər satırlar? Yiyəsi deyim hardadır sizə, yiyəsi Kanadadadır, bu evin yiyəsi. Buranı tikdirdi özünə, neçə bəxti var, kimsə düşər adam. Tikdirən kimi birbaşa getdi Kanadaya. Bunu çağırdılar, bilmirəm, intervyu, nəsə axtarışdı etdi, getdi. Apardılar. Yiyəsi getdi, İndi bu evi satır. 325 minə deyir bu evi verirəm. Gör kim istəsə 135 kvadrat deyir, özü kupçalı, ipotekaya yararlı. 135 kvadrat, yəni bugünkü gün Yeni Yasamalda bu boyda. Yeni Yasamal deyəndə bura şəhərin mərkəzi. Hara gəlirsən, hara uzağa get, hara gəlirsən. Yəni bura super yerdir. Kim istəyirsə 3 otaq. Gəl al da, Allah hamd olsun, ev istəmirsən. Yəni uşaq at bura uşağı, 10 nəfər uşaq at bura öz-özünə böyüyəcək. Məktəbə də bunun içində gedəcək, nə bilim, bağçası da buradır, hamısı. Qonağın gəldi rayondan 30 nəfəri rahat götürür. Yəni bu evə pul qoyulub da qardaş. Mən bu evə durub spotdan başlayayım, lüstrdan başlayayım, qapıdan başlayayım. Yəni olan hamısını bir-bir sadalaya bilərəm, demirəm. Çünki niyə? Baxın, görün bura nə evdir. Düz evdən başqa hər şeydən danışdım, amma bax. Yerdə mən pəncərədən düşürəm aşağı, kimə nə lazım olsa əlaqə yox. Özü bir dənə söz deyim, kimi tapırsınız tapın. Yəni birbaşa məxsusuz, yəni sizə deyilən qiymətdən 1000 manat aşağısına verirəm. 2000 manat aşağısına verirəm. Tapın, öpürəm. Gəl.